Sizi bilmirəm amma mən uşaq vaxtı məktəbdən gələndə, evdə sulu yemək görəndə dünyam başıma yıxılardı. Özdə elə ac gələrdim ki, bildiyiniz aclıqdan ürəyim sıyrılardı. Yol boyda ən sevdiyim yeməklərin xəyalını qurub, hətta qoxusunu belə alardım. İndi isə hər yeməyin yanında mütləq istəyirəm ki, şorba da olsun. Bəlkə də indiyənə qədər bu qədər sadə resept görməmisiniz. Bəzən ən sadə resept ən ləzzətlisi olur. Elə bu şorba da ondandır. Sadəcə kökü tiyorkadan keçirib birazca yağda qovurursunuz. Biraz da xırda vermişil tökürsünüz. İkisini də acca qovurduqdan sonra duzunu, istiyotunu əlavə edib ən sonda da suyunu tökürsünüz. Şorbamız bişənə kimi də keçirik tərbiyəsini hazırlamağa. Bizə lazımdır 2 xörək qaşığı un, 1 stəkanda qatıq. Ən sonda isə videoda gördüyünüz qaydada edirsiniz. 2 xörək qaşığı da yeməyə suyundan əlavə edirsiniz. 5-10 dəqiqədə qaynatdıqdan sonra budur, şorbamız hazırdır. Uşaqlarınız üçün, həm də özünüz üçün çox dadlı reseptdir. Mütləq sınayın. Bişirdim, uşaqdan böyüyə hər kəs də yedi. Hazırlayan hər kəsə indidən nuş olsun. Səhifəmizi izləyib videoya da dəstək olmağı unutmayın. Vloglarda görüşənədək hələlik.